kişilər var ki, misal üçün mənim kimi, onlarda da bu sindrom deyək ki, var. Söhbət nədən gedir? Onu bir neçə dəqiqədən sonra açıqlayacağıq. Günay, gəl götürək paltarla bağlı. Alışverişlə aran necədir? Bütün xanımlar kimi yaxşı. Ay maşallah, niyə pis olsun ki? Əksinə başqa bir cavab da gözləmirdim. Nəysə, davam edək. Deməli, belə bir sindrom var. Alışveriş edirsən və elə bilirsən ki, bu paltar digəri ilə düşmür. Bu və yaxud da pencək, nə bilim, köynək. Gedirsən yenə alırsan və bir də baxırsan ki, qardirob gəlir üstüvə. Bax, onda fikirləşirsən ki, neyniyim bunları? Atsan atılmaz, satsan satılmaz. Bax, alırsan bu qədər paltarla və yaxud da digər əşyalarla üz-üzə. Adı Didro effektidir. Didro effekti. Var. Necə olub ki, bu elmə gəlib belə bir effektin olması, belə bir nəzəriyyə necə yaranıb? Bunun maraqlı tarixçəsi var. Adətən kişilər qadınları günahlandırırlar ki, qadınlar çox alışveriş eləyirlər və bunların shopping xəstəlikləri var belə. Əslində indi mən deyəcəm ki, bu elə sindromu yaradanın özü, sindromun özü belə kişinin adı ilə bağlıdır da. Filosof Denis Diderot'un adı ilə bağlıdır. O fransız yazarı və filosofudur. Deməli, o bir həyatının elə bir dönəmini yaşayır ki, müflisləşir, bütün var dövlətini itirir və çox çətin günlər yaşayır. Bunu eşidən 2. Yekaterina Çariça, onun eşidir ki, onun yaxşı kitabxanası var, pul təklif eləyir ki, Niyə sən həmişə o eşidib belə məsələləri? Deməli, onun qulağı hər yerdəymiş. Çox şey eşidib bu. Çox şey eşidib. Hər yerə qulağı. Biz də çox şey eşitmişik. Bəli. Çariça ona pul verir, bütün kitabxanasını alır, hətta 25 il əvvəldən onun bütün əmək haqqısını ödəyir. Yəni, külli miqdarda pul verir və belə bir şərt kəsir ki, sən yaradıcı insansan, filosof adamsan, mən o kitabları alıram, amma sənin evində qalsın. Mülk mənim, amma sənin evində qalacaq, sən o kitablardan istifadə elə. Yəni, çox humanist bir yanaşma olur. Diderot'un da əlinə çoxlu pul keçəndə gedir özünə bir dənə qırmızı qəşəng palto alır. Paltonu geyinir, güzgünün qabağında özünə baxır, görür ki, qırmızı? Çox gözəl paltodur, bilmirəm, onu özü bilər. Gözəl paltodur. Fikirləşir ki, bu palto onun köhnə, nimdaş digər paltarlarına uyğun gəlmir. Onda gedir özünə təzə paltar alır. Sonra oturur kreslosunda, görür ki, yox, bu təzə paltar onun köhnə kreslosuna nəsə uyğun gəlmir. Gedir kreslosunu dəyişdirir, belə-belə evindəki bütün əşyaları dəyişdirir və əlindəki bütün pulu da xərcləyir, çoxlu da borca düşür. Denis Diderot sonra yazır ki, bu hadisədən sonra yazır ki, mən məqalə yazmağa qərara verir və bu təsiri sonralar onun adı ilə Diderot effekti adlandırırlar. Denis Diderot yazır ki, mən nə qədər istəsəm də bu istəyimlə əl çəkə bilmirdim, bilə-bilə ki, müflisləşəcəm, yenə də alışveriş eləyirdim. Niyə gülürsən? Hamısı o qırmızı paltodan başlayır. Günahkar o qırmızı palto olur. Bax, sənin nə işin var qırmızı palto ilə? Amma sonralar bu elmə bir sindrom kimi, yəni ədəbiyyata gəlir, elmi ədəbiyyata ki, bu elə bir ki, shoppingdən əl çəkə bilməyən insanlara Diderot effektindən əziyyət çəkir deyə bir ad qoyurlar. Maraqlıdır. Əvvəldə dedim, mənim də belə bir sindromla tanışlığım var. Amma yox, bu qırmızı palto məsələləri yoxdur məndə. Şükürlər olsun. Şükür elədin. Nəysə. Amma yəni, söhbət tək qırmızı paltodan getmir. Hamısı ondan başladı da. Ondan başlayır, amma məsələnin məğzi nədən ibarətdir? Bir paltarı alırsan, düşünürsən ki, bu o birilərinə yaraşmır və bu alışverişin ardı zəncir kimi gəlir. Nəysə, yeni paltarlar, yeni geyim daha doğrusu sevən bir insan kimi mən əvvəli ilə razıyam, amma qırmızı palto məsələsinə qədər, ondan sonra ki, baş verənlər, yox, o artıq psixi pozuntudur məncə. Mən elə fikirləşirəm, amma bu subyektiv fikirdir. Ekspert deyiləm və yaxud da mən bu sahə üzrə mütəxəssis deyiləm. Sadəcə subyektiv fikrimdir ki, mən elə gəlir ki, o psixoloji sarsıntıdır insanda. Həm də nəzərə alsan ki, o filosof idi, yazıcı idi, onların öz başqa aləmləri olur da. Ona görə də o insanları başa düşmək olar. Əlbəttə, onların öz dünyası var, davam eləyəcək. Biz də musiqi dünyasına üst tutaq.